gənclik ölü bir varlıqdır. Gənclik xoşbəxtliyin xoşbəxtliyidir. Gəncliyi yenidən axtarmaq elə bil ki, ağızdan bir çıxıb getmiş söz, ya bir suya düşmüş bir nəysə dalınca qaçmaq çətin olur. Yenidən gənc olsaydım, keçmiş səhvlərimi indi düzəldardım, çalışardım, idmanla məşğul olardım. Avropa çempionatına, dünya çempionatına qədər qalxardım. Təəssüf ki, indi ilə biləcəyik. Amma hər kəsə onu tövsiyə edirəm ki, onu arzulayıram ki, yəni gənc illərində, gənc yaşlarında ona verilən can sağlığından istifadə eləsin. İndi biz yaşlaşdıqca gəncliyimizi axtarırıq ki, bu gənclik kaş yenidən bizə qaytarılardı. Evlatları oxutdurmuşam, ali təhsil vermişəm, fəxr edirəm. Hətta deyirəm ki, ay balıq, gərək mən də bax bir də gənc olardım, görərdim nələr edirəm, nələri həyata keçirirəm. Amma peşman deyirəm. Sıra oxuyardım, qəşəng yerlərdə işləyərdim, savadlı olardım. Düzdür, varım da, özümə görə savadım var. İntihası ki, onunla yaxşı yerlərə gedərdim. O qədər imkanlar, şərait olmuşdur ki, mən təhsilimdə istifadə edilməmişəm. Mən ali təhsildə hüquqşünasam. Deməli, məni çox vəzifələrə dəvət ediblər, getməmişim. Hətta prezident olaraqdan dəvət ediblər. Burada Naxçıvanda Ədliyyə Nazirliyində notariyyatlar şöbəsinin müdürü işləyəndə məni dəvət elədi, oraya getməyə getmədim ki, Naxçıvanda olmaq istəyirəm. Mən 2-3 dəfə Azərbaycan çempionu olmuşam. Əgər sədədən cavan olsaydım, biraz da bəlkə dərdim, indi Avropa çempionatlarında iştirak edərdim. Bir də gənclər üçün şərait yaradılmasında iştirak edərdim, gənclərə cəlb edərdim, özümdə onlarla məşğul olardım. Öz biliklərimi də öyrədərdim, həm idman cəhətdən, həm tarixi, siyasi cəhətdən. Bunları da irəli aparmağa çalışardım. Benim zaman olsaydım, şoför olardım. Niye? Ona göre ki, ömrüm boyu şoför çalışacağım, çok da razıyım şoförlüğüm. Neden gənc olsaydım, həyatımda irəlilerimin iki qatını üç qat verirəm. Azərbaycanın bundan da gözəl günlərinə muvaffəq olmaq üçün əlimdən gələn edirəm. Gənc olsaydım, gənclikdə buraxdığım səhvləri təkrar eləmərdim.